Bismillahirrahmanirrahim. Salam, xoş gördük hər birinizi, hörmətli dostlar, əziz müsəlmanlar. Allahın salavatı və salamı olsun hər birinizin üzərinizə. Bildiyimiz kimi artıq bu gecədən Məhərrəm ayı daxil olur və bu ayda bütün dünyada olduğu kimi, eləcə də ölkəmiz Gürcüstanda Kərbəla şəhidlərinin xatirəsi anılır və 10 gün demək olar ki, ölkəmizdə və eləcə də bütün dünyada matəm elan olunur, matəm mərasimləri qeyd olunur. Və mən bu matəm günləri ilə əlaqədar olaraq başda İmam Zaman əleyhissalam olmaqla bütün dünya müsəlmanlarına və xüsusilə də qəlbində Əhl-i Beytin məhəbbətini, Əhl-i Beytin eşqini, sevgisini daşıyan insanlara təsliyyət ərz eləmək istəyirəm. Allah Teala inşallah bu yolda çəkdikləri zəhmətləri ali dərəcədə qəbul eləsin. İmam Hüseyin əleyhissalam sırf bir məzhəbin, bir firqənin, bir təriqətin imamı deyildir və İmam Hüseyin əleyhissalamı belə məhdudlaşdırmaq olmaz. İmam Hüseyin əleyhissalamın inqilabı, onun hərəkatı demək olar ki, bütün dünyaya, bütün dünya xalqlarına aid olan bir hərəkat idi. Dinindən, dilindən, irqindən, məzhəbindən asılı olmayaraq bütün azadlıq sevər insanlar üçün İmam Hüseyin əleyhissalamın hərəkatı və onun qiyamı xüsusi əhəmiyyət daşıyır və xüsusi önəm daşıyır. Biz görürük ki, hətta dünyanın heç dini, xüsusi bir ilahi dinin ardıcılı olmayan liderləri belə İmam Hüseyin əleyhissalamın adı gələndə, onun hərəkatından söz düşəndə onlar da bu hərəkatdan örnəyi aldıqlarını və ona böyük sayğı və hörmət duyduqlarını qeyd edirlər. Və əvvəldə də qeyd etdik ki, ölkəmizdə də artıq Gürcüstanda da bütün dünya müsəlmanlarının bir parçası olaraq burada yaşayan müsəlmanlar artıq əsrlərdir ki, bu ənənəni davam elətdirirlər. İnşallah Allahın köməkliyi ilə bu ildə bütün məscidlərimizdə, Hüseyniyələrimizdə və o cümlədən də başda Tiflis məscidi olmaqla əzadarlıq mərasimləri, əzadarlıq tədbirləri təşkil olunacaqdır. Və mən üzümü tuturam buradan bütün müsəlmanlara, Gürcüstanda yaşayan müsəlmanlara ki, inşallah qara köynəklərinizi geyinin, qara bayraqlarınıza sarılın, məscidləri, Hüseyniyələri inşallah doldurun. Bütün dünyaya nümayiş elətdirin ki, biz həqiqətən də Allah Rəsulunun oğlunu, onun övladını, Allahın bizlərə təyin elədiyi haqq imamı və onun yolunu sevirik, onun yolunun aşiqləriyik.